Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, yanvarın 13-ü Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. 13-dən 14-nə keçən gecə isə ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, bəzi ərazilərdə yağış sulu qara keçəcək. Gecə və səhər duman olacaq, mülayim şimal-qərb küləyi güclənəcək. Temperatur gecə 5-7, gündüz 7-11 dərəcə isti, atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da gün ərzində əsasən də axşama doğru sulu qar və qar yağacaq. Temperatur 4-6 dərəcə isti olacaq. Sabah günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın yağıntılı olacağı, dağətəyi və dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.